qərarlar vermək əlbəttə bəzən insana çətin olur. Nə üçün çətin olur? Məsuliyyət, qorxu var burada. Məsələn, qərar verərəm. Tutalım ürəyindən keçir filan bir şey eləsin və qərar versin və o nəticədən qorxur. Nəticədə elə bir şey qorxur olar ki, sonra özünü çox danlayar. Sonra peşmançılıqdan qorxur. Hə, yəni ki, heç nə eləməməyi, tutalım dayanmağı, yerində saymağı seçir. Çünki burada ağrı daha azdır. Buna daha rahatdır dözmək. Fikirləşir ki, mən seçim eləyərəm, qərar verərəm, bir şey olar və ona vay, heç mən dözə bilmərəm. Orada peşmançılıq olsa, ay heç kəsin özünə baxa bilməyəcəm, mən biabır olaram, ay ver qərar məni, yəni biabır eləyər də, mən gələk sonra gizlənim, qaçım gizlənməyə yer axtarım ki, utancımı görən olmasın, mənim bu cür nələr hiss elədiyimi, nə vəziyyətdə olduğumu görən olmasın.